Salam, sizi yeni bir videomdan salamlayıram əziz izləyicilərim. Hər birinizi xoş gördüm. Əgər hələ də kanalıma abunə olmamışsa da kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm, gözəl izləyicilərim. Ordubad marketə getmişdim qızlar. Dedim elə getmişkən də düzdür orada çəkə bilmədim. Dedim ev yoxdur, evdə aldıqlarımı çəkərəm. Belə bir şah çayı aldım. Belə 6 manat, nə qədər 6 manat 89 qəpik idi. Belə bir qiyməti idi. Düzdür, video çox qabaq yəni almışam, çəkilib, səs yazdırmamışdım. Ola bilər qiymətlər yadımdan çıxmış olar. Yəni bayramdan öncə olan videodur. İndi səsimi yazdırıram. Ona görə də ola bilər üzrlü sayın, qiymətləri unuda biləm. Ordubad marketdən almışam. Çox sərfəlidir. Çox razı qaldım. Yəni əvvəllər də gedirdim, amma biraz bizə uzaq olduğu üçün hər dəqiqə getmirəm. Ona görə elə prosto dedim bir dəfə gedim oradan alım. Yolumun üstü o tərəfə idi deyən, dedim gedim oradan alım. Belə biraz yəni şokolad almışam. Hamısından kilo ilə almamışam, yəni qramla almışam. Bizim olmazsa olmazımız evdə, yəni əksik olmayan müxək. Mən müxək də güldü, darçın da onları çox sevirəm. Çayda ətirli olur, dadlı olur. Ona görə də elə hər zaman alıram. Belə bir düyü, 1 kilo düyü aldım. Elə bayram ərəfələrinə düşürdü. Yəni belə deyim, çərşənbələrə düşürdü. Dedim alım evə atım. Onsuz da ki hər çərşənbə bişiririk. Yəni evdə olsun, əlimin altında olsun. Rahat olsun, hər dəqiqə bir yana çıxa bilmirəm. Ona görə də elə aldım evə atdım. Belə balaca oğluma da 2 cüt corab almışam. Yolun kənarına tökmüşdülər. Yəni hər zaman belə tökürlər. Elə oradan da alıram. Sumqayıtda elə yəni yolun kənarında elə satışlar daha çox olur. Orada yəni münasib qiymətə olur. Oradan elə almışdım. Bir də salfetka almışam. Bilmirəm qızlar, sizdə də elədirmi? Bizim evdə salfetka tez qutarır, çox işlənir. Bilirəm uşaqlı evi, məsələn ev gələn gedən olur, işlənir, amma bilmirəm tək bizdədirmi, yoxsa elə hamıda belədir. Yəni salfetkanı daha çox işlədirik. Deyərsiniz ki, elə hər videoda salfetka, amma evdə işlənir, məcburam hər dəfə hara getsəm də alam evə atam. Belə sulu salfetkalar da almışam. İyisi xoşuma gəldi. Elə dedim alım evə atım. Həm uşaqlar çantalarına qoyarlar, məktəbə gedəndə lazım olur, həm də yəni özümə də lazım olur. Ariel aldım. 10 manat 80 qəpik idi. Səhv eləmirəmsə də ağlar üçün 3 kiloqramlıq Ariel aldım. Yəni istədim, düzdür sözü, rənglilər üçün də alam, prosto götürə bilmirdim deyən, ona görə də qaldı. Bir də sizə nə deyim qızlar, Sumqayıtda Sülük küçəsində Kinder mağazası var. Ora getmişdim. Çox razı qaldım. Bilmirəm o tərəfə gedən varmı? Yəni orada o mağazadan, Instagramda da var. O mağazadan heç alış-veriş etmisinizmi? Sırf xonçalara aid güllər, xonçalar, Ramazan xonçaları olsun, çərəz xonçaları olsun. Çox münasib qiymətə idi. Çox razı qaldım. Yəni getdiyimə də peşman olmadım. İlk dəfə idi gedirdim. Çox da razı qaldım. Yəni satıcılardan da elə yəni oradakı mallardan da bu Ramazan xonçasını hər yerdə 15 manat, 10 manata görmüşdüm, amma oradan 8 manata almışdım. Çox da yaxşıdır, qiymətlər münasibdir. Tək orada yəni xonçaya aid olan bir şeylər yoxdur. Mən orada gördüm ki, lazer yazı, yəni koftaların üzərinə, kəlağayların üzərinə də yazı yazırlar orada, xonçaların üzərinə. Çox yaxşıdır, qiymətlər də münasibdir. Yenə deyirəm, mən onu reklam üçün yəni sizlərlə bölüşmürəm. Sadəcə birinci dəfədir getmişdim, xoşuma gəldi. İstədim sizlərlə də paylaşım. Yəni sizlərə də bir fikir olar.
Elə sizlər də istəsəniz gedə bilərsiniz. Bir də Temudan belə malım gəlmişdi. İstədim elə hamısını bir video, yəni yığım, bir videoda yerləşdirim, elə səsimi yazım, elə paylaşaram. 4 ədəd belə Novruza aid yastıq üzləri almışam dekor kimi. Yaxşı idi ki, materialı pis değildi. Yəni amma biraz ölçüsü balaca idi. Mənim yastıqlarıma balaca idi. Amma 2 ədəd sindifon evdə olduğu üçün doldurdum. Qalanı qaldı. Bir də bu isə pomadadır. Pomadalarından da çox razıyam. Yəni 2 ədəd pomada almışdım. Çox razıyam. Amma qələmdən qızlar heç sevmədim. Quru qələmdir, heç çəkilmir. Yəni nə gözün alt hissəsinə, nə üst hissəsinə heç cürə çəkilmirdi. Geri qaytarma etdim. Amma pomadalarından çox razıyam. Rəng tonu da mən istədiyim rəng tonunda gəlmişdi. Bu isə tendir. Teni də yaxşı idi. Rəngi də xoşuma gəldi. Tenin özünün içərisində parıltılı, qızılı, elə bir ki, belə gözə çəkəndə parıltılı bir yəni tendir. Belə bir 2 ədəd orqanazi, üzr istəyirəm. Yəni 2 ədəd Rainer almışam. Əslində bunu yeni il üçün almışdım. Çoxdan sifarişim idi. Bir dəfə sifarişlərim ləğv olundu, gəlmədi. Sonra bir də vurdum. İndi gəlib çatıb. Mən sevirəm Raineri, çox xoşum gəlir fərqli rənglərdə. İndi bunun rozvi rəngində almaq istəyirəm. Çünki rozvi yaza aid, süfrədə daha gözəl görsənir. Baxıram bəzi xanımlarımız YouTube'da alıblar Temudan. Çox da qəşəng görsənir. Bu isə gül düzəltmək üçün belə deyim sapdır. Yəni özü hər tərəfə əyilən bir formada olur. Bunun özünün bir adı var idi, unutmuşam. Rəngi biraz belə deyim Temuda göründüyündən bir ton açıq gəlib. Orada tam yaşıl idi, amma burada elə bir ki biraz solğun yaşıldı. Tam istədiyimiz rəngdə gəlməmişdi. Amma belə razı qaldıq, pis deyildi, yaxşı idi. Burada da satırlar istədiyiniz rəngdə. Buradan da elə yəni sifariş verə bilərsiniz, götürə bilərsiniz. Yəni mağazalarda da var. İstəsəniz Temudan da sifariş verə bilərsiniz. Bu isə qaş sabitləyicidir. Düzdür, özüm üçün almamışam, sifarişdir. Yəni bir məlumat verə bilmərəm necədir, yaxşıdır. Hələ özüm üçün vurmamışam. Bir dəfə də özüm üçün vuraram, baxaram, sınayaram. Əgər yaxşı olarsa da sizlərlə də çəkib paylaşaram. Çaşqa üçün orqanazerdir, yəni taxtalı. Bunu da yenə sifarişdir. Amma özümə də birini almışam. Özümkünü quraşdıracağam. Sizlərlə çəkib paylaşacağam. Bir ədəd salfetka qabı, mətbəx üçün salfetka qabı götürmüşəm. Bu isə tendir. Bunu da yenə sifarişdir qızlar. Özüm üçün alınmayıb. Ona görə aça bilmirəm. Dedim, yəni özünə çatdırım, o baxar. Bəyəndi, sevdi, xoşuna gəldi. Bunu da kotlet çevirmək üçün, pirajka çevirmək üçün götürmüşdük. Amma çox balaca gəldi. Bu ışıqdır qızlar. Ramazana aid ay ulduz ışığı sifariş vermişdim. Çox qəşəng gəldi, razı qaldım. Düzdür, günüzlər mən Trend yoldan da almışdım. O günüzlərdə işıq verirdi, yəni işıq saçırdı. Bu ancaq yəni qaranlıqda daha gözəl işıq saçır. Nəinki işıqlı olanda. Ay ulduzdur. Yəni quraşdırdıq. Asan bir quraşdırılır. Çox da razı qaldım. Biraz yəni günüzdə biraz ışığı bol olsa daha gözəl olardı. Daha gözəl görsənərdim. Oğlumun telefonu üçün üzdük. Yəni ekran qoruyucu almışıq. Yəni özümüz evdə çəkdik. Çox sərfəlidir. Yəni belə burada alırıq 5 manata, amma burada 4 manat neçə qəpiyə 5 dənəlisini almışdım.
Çaşqa nəlbəki üçün belə orqanayzer özüm üçün də götürmüşdüm. Özümə çaşqalı nəlbəkiləri qoymaq üçün götürmüşdüm. Amma o birisi sadə, yəni təkcə çaşqa qoymaq üçündür. Çox razı qaldım qızlar. Pratikdir, yaxşıdır, möhkəmdir. Yəni hər zaman elə kuxnada kuxna mebelinin qabağında qoyuram. Oradan da çaşqadı, nəlbəki də əlimin altında tez bir zamanda götürürəm. Yəni qiyməti də səhv eləmirəmsə də 6 manat idi mi? 7 manat idi. Hə, 7 6 manat o birisi 6 manat mı? 6 manat deyəsən o birisi idi, amma bu 7 manat idi. 1 manat qiyməti fərqli idi. Belə qızlar. Sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı sizlərdən gözləyirəm əziz izləyicilərim.